Qoç. Profesional fəaliyyətinizdə uzun müddətdir gözlədiyiniz o sıçrayış anı nəhayət qapınızı döyür. Rəhbərliklə aparılacaq danışıqlarda özünə inamlı duruşunuz gələcək karyeranızın fundamentini qoyacaq. Maddi baxımdan riskli addımlardan qaçmalı, büdcənizdə yaranan kiçik artımı dərhal xərcləmək yerinə ehtiyat fonduna yönəltməlisiniz. Şəxsi həyatınızda tərəfdaşınızla aranızda yaranan anlaşılmazlıqları səmimi bir söhbətlə həll etmək imkanınız olacaq. Subay qoçlar üçün köhnə bir tanışın gözlənilməz mesajı hisslərin yenidən alovlanmasına səbəb ola bilər. Daxili dünyanızda baş qaldıran narahatlığı yatırtmaq üçün fiziki aktivliyə və ya idmana zaman ayırmağınız şərtdir. Sosial çevrənizdə nüfuzunuzun artması yeni və maraqlı layihələrə dəvət almağınızla nəticələnəcək. Ətrafdakı insanların rəyinə həddindən artıq önəm vermək sizin fərdi inkişafınıza mane ola bilər, buna görə də daxili səsinizə güvənin. Günortadan sonra alacağınız bir xəbər planlarınızda təcili dəyişiklik etməyinizi tələb edəcək. İş yoldaşlarınızla rəqabət apararkən etik qaydaları unutmamağınız gələcək imiciniz üçün vacibdir. Maliyyə sənədləri ilə işləyərkən diqqətli olun, çünki kiçik bir rəqəm xətası ciddi itkilərə yol aça bilər. Özünüzü motivasiya etmək üçün keçmiş uğurlarınızı xatırlamaq sizə əlavə güc verəcək. Dostlarınızla keçirəcəyiniz axşam yeməyi bütün həftənin yorğunluğunu üzərinizdən atmağa kömək edəcək. Həyatınızdakı xaosu qaydaya salmaq üçün prioritetlərinizi yenidən nəzərdən keçirməyin tam vaxtıdır. Təbiət qoynunda qısa bir gəzinti zehni aydınlığınızı bərpa etmək üçün ən yaxşı vasitə olacaq. Başqalarının problemlərini çiyinlərinizə götürməkdən imtina edin və enerjinizi öz hədəflərinizə yönəldin. Alış-veriş zamanı emosional qərarlar vermək cüzdanınıza ciddi ziyan vura bilər. Sir saxladığınız bir məsələnin aşkara çıxma ehtimalı var, odur ki, dürüstlük ən yaxşı siyasətdir. Yuxu rejiminə diqqət yetirməyiniz növbəti günlərin məhsuldarlığı üçün kritik əhəmiyyət kəsb edir. Hər bir çətinliyin arxasında gizlənən fürsəti görməyi bacaran iradəniz sizi qalib edəcək. Buğa. Sabitlik axtarışınızın nəticə verdiyi bir dövrə qədəm qoyursunuz, xüsusilə iş mühitindəki gərginlik səngiməyə başlayır. Karyera pillələrində irəliləmək üçün lazım olan praktiki biliklərinizi nümayiş etdirmək üçün ideal şərait yaranacaq. Pul məsələlərində ehtiyatlılıq prinsipini qoruyun və tanımadığınız şəxslərin cəlbedici sərmayə təkliflərinə şübhə ilə yanaşın. Sevgi münasibətlərində qarşılıqlı etimadın sınağa çəkiləcəyi bəzi məqamlar yaşana bilər, lakin səbirli olsanız, bağlarınız daha da möhkəmlənəcək. Emosional balansınızı qorumaq üçün meditasiya və ya oxşar ruhsal təcrübələrə vaxt ayırmaq faydalıdır. Yaxın dostunuzun verəcəyi məsləhət sizi uzun müddətdir düşündürən bir problemin həlli yolunu göstərəcək. Ev daxilindəki kiçik təmirlər və ya dekorasiya dəyişiklikləri əhval-ruhiyyənizə müsbət təsir edəcək. Sosial tədbirlərdə iştirak edərkən yeni tanışlıqların gələcəkdə peşəkar tərəfdaşlığa çevrilə biləcəyini unutmayın. Psixoloji yorğunluqdan qaçmaq üçün özünüzə yox deməyi öyrətməli və sərhədlərinizi çəkməlisiniz. Gözlənilməz bir səfər təklifi gündəlik rutininizdən uzaqlaşmaq üçün əla bir bəhanə ola bilər. Maddi rifahınızı yaxşılaşdırmaq üçün əlavə gəlir mənbələri axtarmağa başlamağınızın zamanı çatıb. Özünə inamınız artdıqca ətrafdakı insanların sizə olan münasibətinin də müsbət tərəfə dəyişdiyini müşahidə edəcəksiniz. Tərəfdaşınızın ehtiyaclarına qarşı daha həssas olmağınız aranızdakı soyuqluğu tamamilə aradan qaldıracaq. Həyatın dadını çıxarmaq üçün bahalı şeylərə yox, səmimi anlara ehtiyacınız olduğunu dərk edəcəksiniz. Texnoloji avadanlıqlarla bağlı yarana biləcək xırda nasazlıqlar işlərinizi bir qədər ləngidə bilər. Yaradıcı hobbilərinizlə məşğul olmaq sizə itirilmiş enerjinizi geri qaytarmaq imkanı verəcək. Yad insanlarla çox səmimi olmamağınız şəxsi məlumatlarınızın təhlükəsizliyi üçün vacibdir. Özünüzü müqayisə etməyi buraxıb, yalnız öz tərəqqinizə fokuslanmaq sizi daha uğurlu edəcək. Gecə saatlarında gələcək planlarınız barədə düşünmək üçün sakit bir küncə çəkilmək sizə aydınlıq gətirəcək. Əkizlər. Ünsiyyət bacarığınızın zirvədə olduğu bir mərhələdəsiniz və bu ən çətin danışıqlardan belə qalib çıxmağınızı təmin edəcək. İş yerində ideyalarınızın rəhbərlik tərəfindən rəğbətlə qarşılanması motivasiyanızı kəskin şəkildə artıracaq. Maliyyə sahəsində strateji düşünməli, xırda xərclərin böyük bir boşluq yaratmasına imkan verməməlisiniz. Sevgidə daha çox azadlıq tələb edə bilərsiniz, lakin bunu qarşı tərəfi incitmədən ifadə etməyə çalışın. Psixoloji olaraq özünüzü çox şaxəli və enerjili hiss etsəniz də diqqətinizin yayılması işlərin yarımçıq qalmasına səbəb ola bilər.
Sosial mediada və ya virtual məkanda quracağınız əlaqələr sizə gözlənilməz iş qapıları aça bilər. Sağlamlığınıza, xüsusilə də sinir sisteminizə qarşı diqqətli olmalı, artıq yüklənmədən qaçmalısınız. Köhnə bir dostunuzun səmimi etirafı münasibətlərinizə fərqli bir rəng qatacaq. Yeniliklərə açıq olmağınız sizə rəqiblərinizdən bir addım öndə olma şansı qazandıracaq. Gözlənilməz xəbərlər qarşısında soyuqqanlılığınızı qorumağınız ən doğru qərarı verməyinizə kömək edəcək. Karyeranızda baş verəcək dəyişikliklər ilk baxışda qorxulu görünsə də əslində inkişafınız üçün vacibdir. Maddi itkilərdən sığortalanmaq üçün şübhəli maliyyə əməliyyatlarından uzaq durmağınız tövsiyə olunur. Öyrənməyə olan həvəsiniz sizi yeni bir təlimə və ya kursa yazılmağa sövq edə bilər. Ətrafınızdakı insanların neqativ enerjisindən qorunmaq üçün onlarla məsafə saxlamağı bacarmalısınız. Romantik bir qarşılaşma ürək döyüntülərinizi sürətləndirə və həyata baxışınızı müsbətə doğru dəyişə bilər. Özünüzü ifadə edərkən sözlərinizi diqqətlə seçməyiniz mümkün yanlış anlaşılmaların qarşısını alacaq. Gərgin iş günündən sonra musiqi dinləmək və ya kitab oxumaq ruhunuzu sakitləşdirən ən yaxşı dərman olacaq. Həyatın sürətinə ayaq uydurmaq üçün çevik olmalı, eyni zamanda daxili hüzurunuzu qurban verməməlisiniz. Bu dövrdə verəcəyiniz hər bir qərar gələcək illərinizin mənzərəsini formalaşdıran mühüm bir detal olacaq. Xərçəng. Peşəkar fəaliyyətinizdə daxili instinktlərinizə güvənmək sizi rəqiblərinizdən bir addım öndə tutacaq. İş mühitində yaranan müvəqqəti gərginlikləri səbrlə qarşılamalı və tərəfsizliyinizi qorumağa çalışmalısınız. Maddi məsələlərdə ailə üzvləri ilə məsləhətləşmək, büdcənizdəki boşluqları görmək üçün yeni bir perspektiv qazandıracaq. Şəxsi münasibətlərinizdə qarşı tərəfin hisslərini anlamaq üçün empatiya qurmağınız bağlarınızın dərinləşməsinə xidmət edəcək. Keçmişdən gələn bir incikliyin yenidən gündəmə gəlməsi sizi emosional olaraq yorsa da, bu məsələni birdəfəlik bağlamaq üçün yaxşı şansdır. Psixoloji vəziyyətinizi sabit saxlamaq üçün su kənarında vaxt keçirmək və ya meditasiya ilə məşğul olmaq ruhunuza sakitlik bəxş edəcək. Sosial əlaqələrinizdə hər kəsə eyni dərəcədə güvənməməli, şəxsi məlumatlarınızı qorumağa diqqət etməlisiniz. Evinizlə bağlı planlaşdırdığınız dəyişikliklər üçün lazımi maliyyə vəsaitini tapmaq gözlədiyinizdən daha asan başa gələcək. Motivasiyanızı artırmaq üçün özünüzə kiçik uğurlarınız üçün mükafatlar təyin etməyiniz məhsuldarlığınızı yüksəldəcək. Gözlənilməz bir qonaq və ya qəfil gələn xəbər axşam saatlarınızın planını tamamilə dəyişdirə bilər. İş yerindəki məsuliyyətlərin artması sizi qorxutmasın, çünki bu, rəhbərliyin sizə olan inamının göstəricisidir. Sağlamlığınıza, xüsusilə də həzm sisteminizə qarşı həssas olmalı və qidalanma rejiminizə düzəliş etməlisiniz. Dostlarınızla keçirəcəyiniz səmimi söhbətlər gələcəyə dair qorxularınızın əsassız olduğunu sizə sübut edəcək. Yaradıcı potensialınızı üzə çıxarmaq üçün hobbilərinizə daha çox vaxt ayırmağınız zehni yorğunluğunuzu aparacaq. Xərclərinizi idarə edərkən ehtiyacla istək arasındakı fərqi düzgün müəyyənləşdirməyiniz maliyyə azadlığınızın açarıdır. Tənhalığa ehtiyac duyduğunuz anlarda özünüzü məcburən sosiallaşmağa vadar etməməyiniz daxili hüzurunuz üçün vacibdir. Başqalarının problemlərinə həddindən artıq fokuslanmaq öz hədəflərinizdən yayınmağınıza səbəb ola bilər, buna görə də tarazlığı qoruyun. Qərar verərkən məntiqlə duyğu arasındakı incə xətti itirməməyə çalışın. Həyatınızın bu mərhələsində qarşınıza çıxan hər bir çətinlik sizi daha güclü bir xarakterə çevirmək üçün bir sınaqdır. Şiir. Liderlik xüsusiyyətlərinizin parladığı bir gündə ətrafınızdakı insanları ortaq bir hədəf ətrafında toplamaq bacarığınız yüksək olacaq. Karyeranızda öz sözünüzü demək və nüfuzunuzu möhkəmləndirmək üçün strateji addımlar atmağın tam vaxtıdır. Maliyyə sahəsində gözlənilməz gəlirlər və ya köhnə borcların qaytarılması büdcənizdə rahatlıq yaradacaq. Sevgidə daha çox diqqət və qayğı gözləyə bilərsiniz, lakin eyni enerjini tərəfdaşınıza verməyi də unutmamağınız vacibdir. Özünə inamınızın artması qarşınıza qoyduğunuz iddialı hədəflərə çatmaq üçün sizə böyük güc və ilham verəcək. Sosial dairənizdə parlayacağınız və diqqət mərkəzində olacağınız tədbirlərə dəvət alma ehtimalınız çox yüksəkdir. Psixoloji olaraq özünüzü hər zamankından daha dözümlü hiss edəcək və problemlərin üstünə cəsarətlə getməkdən çəkinməyəcəksiniz. İş mühitində yarana biləcək kiçik rəqabətlər sizi ruhdan salmaq əvəzinə daha da hırsləndirib irəli aparacaq. Maddi sərmayələr planlaşdırarkən peşəkar ekspertlərin rəyini almağınız sizi riskli itkilərdən sığortalaya bilər. Yaxın bir dostunuzun uğuru sizi səmimi qəlbdən sevindirəcək və öz planlarınız üçün yeni ideyalar verəcək.
Gözlənilməz texniki problemlər iş axınınızı bir qədər ləngitsə də, çevik zəkanız sayəsində çıxış yolu tapacaqsınız. Həyatınızdakı toksik insanlarla vidalaşmaq və enerjinizi aşağı salan mühitlərdən uzaqlaşmaq üçün ideal zamandır. Səyahət planları və ya yeni yerlər kəşf etmək arzusu sizi fərqli axtarışlara sövq edə bilər. Fiziki görünüşünüzdə etmək istədiyiniz dəyişikliklər özünüzü daha yaxşı hiss etməyinizə və pozitiv enerji yaymağınıza kömək edəcək. Təqdir olunmaq ehtiyacınızı daxili mənbələrdən qarşılamağı öyrənməyiniz sizi kənar rəylərdən asılı olmaqdan xilas edəcək. Sirlərinizi hər kəslə bölüşməməli, yalnız sınaqdan çıxmış insanlara etibar etməlisiniz. Motivasiyanızın düşdüyü anlarda böyük arzularınızı xatırlamaq sizə yenidən hərəkətə keçmək üçün təkan verəcək. Hər bir fürsəti dəyərləndirərkən reallıq hissini itirməməyə və ayaqlarınızın yerə möhkəm basmasına diqqət edin. Detallara olan həssaslığınız iş həyatında yol verilə biləcək ciddi bir xətanın qarşısını almağa imkan verəcək. Peşəkar müstəvidə nizam-intizamlı fəaliyyətiniz həm iş yoldaşlarınızın, həm də rəhbərliyin rəğbətini qazanmağınıza səbəb olacaq. Maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün yeni qənaət üsulları tətbiq etməyə başlamağınız uzun müddətli perspektivdə xeyrinizə olacaq. Münasibətlərdəki xırda detallara ilişib qalmaq yerinə böyük mənzərəyə baxmaq qarşılıqlı anlayışı artıracaq. Psixoloji rahatlıq tapmaq üçün gündəlik qayğılardan uzaqlaşıb, zehni təmizləyən fəaliyyətlərə, məsələn, mütaliəyə üstünlük verin. Sosial əlaqələrinizdə daha seçici olmağa başlayacaq və sizə həqiqi dəyər verən insanlarla vaxt keçirməyə fokuslanacaqsınız. Sağlamlığınızla bağlı profilaktik tədbirlər görmək və immun sisteminizi gücləndirmək üçün lazımi addımları atmağın vaxtıdır. Gözlənilməz bir təklif karyera yolunuzda tamamilə yeni bir istiqamət müəyyənləşdirməyinizə vəsilə ola bilər. İşlərinizi planlı şəkildə həyata keçirməyiniz son dəqiqə stresslərindən qurtulmağınıza və vaxtdan səmərəli istifadəyə şərait yaradacaq. Alacağınız bir xəbərdarlıq diqqətinizi vacib bir hüquqi və ya sənəd məsələsinə yönəltməyinizə səbəb olacaq. Özünüzü tənqid etməyi bir kənara qoyub, əldə etdiyiniz nailiyyətlərin dadını çıxarmağı öyrənməlisiniz. Evdə nizam-intizam yaratmaq və artıq əşyalardan qurtulmaq zehninizdəki qarışıqlığı da aradan qaldırmağa kömək edəcək. Tərəfdaşınızla gələcək maliyyə planları barədə ciddi söhbətlər etmək aranızdakı inamı daha da möhkəmləndirəcək. Motivasiyanızı qorumaq üçün hər gün üçün kiçik və əlçatan hədəflər müəyyənləşdirməyiniz faydalıdır. Texnoloji yenilikləri iş prosesinə daxil etmək məhsuldarlığınızı bir neçə dəfə artıra bilər. Emosional partlayışlardan qaçmaq üçün hisslərinizi yığıb saxlamaq əvəzinə onları zamanında və düzgün şəkildə ifadə edin. Köhnə bir layihənin yenidən canlanması sizə əlavə qazanc və nüfuz gətirmək potensialına malikdir. Həyatınızdakı xaosu idarə etmək üçün özünüzə məxsus bir sistem qurmağınız sizi daha güclü və inamlı edəcək. Tərəzi. Peşəkar fəaliyyətinizdə ədalət və balans axtarışınız sizi iş mühitində arzu olunan bir vasitəçiyə çevirəcək. İş yoldaşlarınız arasında yaranan fikir ayrılıqlarını həll etmək bacarığınız rəhbərliyin diqqətindən qaçmayacaq və nüfuzunuzu artıracaq. Maddi məsələlərdə estetik zövqünüzlə ehtiyaclarınız arasında incə bir sərhəd qoymalı, büdcənizi sarsıdacaq lüks xərclərdən qaçmalısınız. Münasibətlərdə qarşı tərəfin sizdən gözlədiyi səmimiyyəti nümayiş etdirmək bağlarınızın daha köklü bir zəminə oturmasına kömək edəcək. Psixoloji olaraq özünüzü daxili tərəzinin hər iki gözünü bərabərləşdirməyə çalışarkən tapsanız da, bəzən qərarsızlığın da bir seçim olduğunu qəbul etməlisiniz. Sosial həyatınızda yeni və fərqli dünya görüşünə malik insanlarla tanışlıq vizyonunuzu genişləndirəcək. Sağlamlığınızda bel və böyrək nahiyələrinə xüsusi diqqət yetirməli, gün ərzində kifayət qədər su qəbul etməyi unutmamalısınız. Gözlənilməz bir dəvət sizi həm həyəcanlandıracaq, həm də gələcək əməkdaşlıqlar üçün yeni qapılar açacaq. Motivasiyanızı yüksək tutmaq üçün ətrafınızdakı gözəllikləri görməyə və kiçik detallardan zövq almağa fokuslanın. İş mühitində sənədləşmə və müqavilə məsələlərində hüquqi detalları iki qat yoxlamağınız sizi gələcək fəsadlardan qoruyacaq. Özünüzə vaxt ayırmaq və hobbilərinizlə məşğul olmaq emosional tükənmişliyin qarşısını alan ən effektiv üsuldur. Dostlarınızın sizə olan etibarı sınağa çəkilə bilər, ona görə də verdiyiniz vədlərə sadiq qalmağınız önəmlidir. Maddi vəziyyətinizi sabitləşdirmək üçün uzun müddətli yığım planlarına start vermək üçün əlverişli şərait yaranır. Keçmişdə yarımçıq qalan bir layihənin yenidən gündəmə gəlməsi sizə özünüzü sübut etmək üçün ikinci şans verəcək. Həyatınızdakı artıq insanları və enerjinizi soran münasibətləri təmizləmək üçün daxili bir güc hiss edəcəksiniz.
Tənhalıqdan qorxmaq yerinə onun gətirdiyi sakitlikdə özünüzü kəşf etməyə çalışın. Yaradıcılıq potensialınızın yüksək olduğu bu dövrdə ağlınıza gələn ideyaları mütləq qeyd edin. Əqrəb. Həyatınızın hər bir sahəsində dərinləşmək və gizli qalan məqamları üzə çıxarmaq ehtiyacınız peşəkar fəaliyyətinizdə sizə üstünlük qazandıracaq. Karyeranızda strateji hamlelər etmək və rəqiblərinizin bir addım öndə olduğunu düşünməsinə imkan vermədən hədəfə fokuslanmaq bacarığınız uğur gətirəcək. Pul idarəçiliyində riskli investisiyalardan qaçmalı və intuisiyanıza güvənməkdən çox rəqəmlərə və faktlara əsaslanmalısınız. Sevgi həyatınızda ehtirasla yanaşı, qarşılıqlı hörmətin də ön planda olması münasibətin uzunömürlü olmasına təminat verəcək. Psixoloji gərginliyi azaltmaq üçün daxili dünyanızdakı qaranlıq məqamlarla üzləşməli və özünüzü bağışlamağı öyrənməlisiniz. Sosial çevrənizdə sadiqlik testindən keçən dostlarınızın dəyərini bir daha anlayacaqsınız. Motivasiyanızın təməlində dəyişim və transformasiya istəyinin dayanması sizi hər gün daha yaxşı bir versiyanız olmağa sövq edəcək. Gözlənilməz bir sirrin faş olması ətrafınızdakı bəzi insanlara baxış bucağınızı köklü sürətdə dəyişə bilər. İş yerində gizli razılaşmalardan və intriqalardan uzaq durmağınız uzun müddətli reputasiyanız üçün həyatidir. Sağlamlığınızda enerji səviyyənizin dalğalanması mümkündür, buna görə də yuxu rejiminə və dincəlməyə daha çox önəm verin. Maddi baxımdan gözləmədiyiniz bir mənbədən gələcək dəstək cari borclarınızı bağlamağa kömək edəcək. Tərəfdaşınızla aranızda yaranan qısqanclıq hisslərini məntiqlə cilovlamağınız gərginliyin böyüməsinin qarşısını alacaq. Daxili səsiniz sizə xəbərdarlıq edirsə, o işə başlamazdan əvvəl bir daha düşünməyinizdə fayda var. Yeniliklərə adaptasiya olmaq qabiliyyətiniz sizi böhran vəziyyətlərində xilaskar roluna bürüyəcək. Özünüzü ifadə edərkən çox sərt olmamağa və insanların emosiyalarını nəzərə almağa çalışın. Yaradıcı işlərlə məşğul olmaq sizə itirilmiş mənəvi gücünüzü bərpa etmək üçün unikal bir fürsət təqdim edəcək. Keçmişin yüklərindən qurtulmaq üçün ritual və ya simvolik təmizlik işləri görməyiniz zehni rahatlıq gətirəcək. Ox atan. Macəra ruhunuzun iş həyatındakı rutinləri qırmaq istəyi sizi yeni və daha geniş perspektivli layihələrə yönəldəcək. Karyeranızda beynəlxalq əlaqələr və ya uzaq məsafəli əməkdaşlıqlar üçün olduqca məhsuldar bir zəmin yaranır. Maddi vəziyyətinizdəki artım sizi xərcləmələrə təşviq etsə də, gələcək planlarınız üçün müəyyən miqdarı kənara qoymaq müdrik bir addım olar. Sevgi münasibətlərində tərəfdaşınızla birgə çıxacağınız qısa bir səyahət və ya ortaq hobbi aranızdakı səmimiyyəti artıracaq. Psixoloji olaraq azadlıq hissinizin məhdudlaşdırılmasına qarşı kəskin reaksiya verə bilərsiniz, lakin bu emosiyanı yaradıcılığa yönəltmək daha faydalıdır. Sosial həyatınızda optimist yanaşmanız sayəsində ətrafınıza çoxlu müsbət enerjili insanları cəlb edəcəksiniz. Motivasiyanızı artırmaq üçün özünüzə yeni bir öyrənmə hədəfi qoymağınız və ya xarici dil öyrənməyə başlamağınız effektiv olacaq. Gözlənilməz bir xəbər planlaşdırdığınız səfərin vaxtının dəyişməsinə və ya daha maraqlı bir istiqamətə çevrilməsinə səbəb ola bilər. İş mühitində böyük vədlər verməkdən qaçın və imkanlarınızı real qiymətləndirərək öhdəliklər götürün. Sağlamlığınızda qaraciyər və bud nahiyələrinə diqqət yetirməli, ağır qidalardan uzaq durmağa çalışmalısınız. Dostlarınızla aparacağınız fəlsəfi söhbətlər həyatın mənası haqqında suallarınıza cavab tapmağa kömək edəcək. Maddi məsələlərdə sənəd işlərinə və rəsmi möhürlərə qarşı diqqətli olun, diqqətsizlik sizi itkiyə uğrada bilər. Özünüzü daim inkişaf etdirmək istəyiniz sizi rəqabət dolu mühitlərdə hər zaman bir addım öndə saxlayacaq. Tərəfdaşınızın azadlıq sahəsinə hörmət etməyiniz münasibətinizdəki harmoniyanın qorunmasına xidmət edəcək. Xəbərdarlıq olaraq bildirilir ki, yollarda diqqətli olmalı və nəqliyyat vasitənizin texniki vəziyyətini yoxlamalısınız. Daxili hüzurunuzu qorumaq üçün hər şeyin öz axarında getdiyinə inanmalı və hadisələri zorlamamalısınız. Oğlaq. Karyera hədəflərinizə çatmaq üçün göstərdiyiniz inadkarlıq nəhayət bəhrəsini verməyə başlayır və nüfuzlu şəxslərin rəğbətini qazanırsınız. İş mühitində intizamlı fəaliyyətiniz həm həmkarlarınız üçün nümunə olacaq, həm də gələcək yüksəlişiniz üçün möhkəm zəmin yaradacaq. Maddi məsələlərdə uzun müddətli strategiyalar qurmalı, ani qazanclara aldanmaq yerinə sabitliyi qorumalısınız. Sevgi münasibətlərində ciddiyyət və etibarlılıq sizin üçün hər şeydən önəmli olacaq, bu da tərəfdaşınızla aranızdakı bağları möhkəmləndirəcək. Psixoloji olaraq özünüzü çox məsuliyyətli hiss edə bilərsiniz, lakin bəzən yükü bölüşməyi öyrənmək daxili hüzurunuz üçün vacibdir. Sosial əlaqələrinizdə daha çox yaşca böyük və təcrübəli insanlarla vaxt keçirmək sizə həyat dərsi mahiyyətində məsləhətlər qazandıracaq.
Motivasiyanızı yüksək tutmaq üçün gələcəkdə inşa etmək istədiyiniz imperiyanın xəyallarını qurmaqdan çəkinməyin. Gözlənilməz rəsmi xəbərlər və ya sənəd işləri günün ikinci yarısında bütün diqqətinizi bu istiqamətə yönəltməyinizi tələb edəcək. Sağlamlığınızda sümük və oynaq ağrılarına qarşı həssas olmalı, kalsium qəbuluna və duruş qaydalarına diqqət etməlisiniz. İş yerində rəqabət apararkən soyuqqanlılığınızı qorumağınız sizi rəqiblərinizdən daha üstün mövqeyə daşıyacaq. Maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün daşınmaz əmlak və ya köklü investisiya sahələri barədə araşdırmalar apara bilərsiniz. Dostlarınızın sizə olan müraciətlərində daha çox məntiqli həll yolları təklif edərək onlara real kömək göstərəcəksiniz. Özünüzü ifadə edərkən çox sərt və ya mühakimə edici görünməməyə, qarşı tərəfin hisslərinə toxunmamağa çalışın. Yaradıcı potensialınızı praktiki işlərlə birləşdirmək ortaya qalıcı və dəyərli bir məhsul çıxarmağınıza vəsilə olacaq. Xəbərdarlıq olaraq bildirilir ki, həddindən artıq işləmək immun sisteminizi zəiflədə bilər, odur ki, istirahət saatlarını qurban verməyin. Dolça. Yaradıcı zəkanızın və innovativ ideyalarınızın ön plana çıxdığı bu dövrdə iş həyatında inqilabi dəyişikliklər edə bilərsiniz. Karyeranızda texnologiya və rəqəmsal imkanlardan maksimum dərəcədə istifadə etmək sizə həm vaxt qazandıracaq, həm də gəlirlərinizi artıracaq. Maddi məsələlərdə qeyri-ənənəvi üsullara maraq göstərsəniz də riskləri düzgün hesablamağınız və son qərarı məntiqlə verməyiniz şərtdir. Sevgi həyatınızda tərəfdaşınızla ortaq ideallar uğrunda mübarizə aparmaq və intellektual söhbətlər etmək münasibətinizə yeni nəfəs gətirəcək. Psixoloji olaraq azadlıq və müstəqillik hissiniz pik həddə çatacaq, bu da sizi qəliblərdən kənar addımlar atmağa sövq edəcək. Sosial çevrənizdə humanitar layihələrə və ya qrup işlərinə liderlik etmək bacarığınız ətrafınızdakiların sizə olan heyranlığını artıracaq. Motivasiyanızı artırmaq üçün gələcəyin texnologiyaları və ya elmi yeniliklər barədə məlumat toplamaq zehni potensialınızı hərəkətə keçirəcək. Gözlənilməz bir texnoloji nasazlıq və ya planlaşdırılmamış bir görüş günün rutinini pozsa da, çevikliyiniz sayəsində vəziyyətdən çıxacaqsınız. Sağlamlığınızda qan dövranı və ayaq biləklərinə diqqət yetirməli, uzun müddət eyni vəziyyətdə qalmamağa çalışmalısınız. İş yerində fərqli düşüncələriniz bəzən mühafizəkar insanlar tərəfindən anlaşılmasa da, zaman sizin haqlı olduğunuzu sübut edəcək. Maddi baxımdan dostlarınızla birgə girişəcəyiniz işlərdə şərtləri əvvəlcədən dəqiq müəyyənləşdirməyiniz gələcək mübahisələrin qarşısını alacaq. Tərəfdaşınızın fərdi inkişafına dəstək olmağınız aranızdakı dostluq bağını sevgidən daha üstün bir səviyyəyə qaldıracaq. Özünüzü cəmiyyətdən təcrid olunmuş hiss etdiyiniz anlarda fərqli olmağınızın əslində sizin ən böyük gücünüz olduğunu xatırlayın. Yaradıcılıq yolunda qarşınıza çıxan maneələri aşmaq üçün qeyri-standart həll yolları tapmaq sizin təbii istedadınızdır. Xəbərdarlıq olaraq elektrik cihazları və internet üzərindən aparılan əməliyyatlarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyiniz tövsiyə olunur. Balıqlar. İntuisiyanızın və təxəyyülünüzün zirvədə olduğu bu mərhələdə yaradıcılıq tələb edən işlərdə inanılmaz uğurlara imza ata bilərsiniz. Peşəkar fəaliyyətinizdə rəqəmlərdən çox hisslərinizə və insan psixologiyasını anlamaq qabiliyyətinizə güvənməyiniz sizə unikal imkanlar yaradacaq. Maddi məsələlərdə xəyallara qapılmadan mövcud vəziyyəti real dəyərləndirməli və pul axınını nəzarətdə saxlamalısınız. Sevgi münasibətlərində romantizm və mənəvi bağlılıq ehtiyacınız artsa da, qarşı tərəfin reallıqlarını da nəzərə almağınız balans üçün vacibdir. Psixoloji olaraq özünüzü daha həssas hiss edə bilərsiniz, buna görə də neqativ mühitlərdən və enerjinizi soran insanlardan uzaq durmalısınız. Sosial əlaqələrinizdə daha çox sənət, musiqi və ya ruhsal mövzular ətrafında birləşən qruplara meyl etməyiniz ruhunuza yaxşı təsir edəcək. Motivasiyanızı yüksək tutmaq üçün xeyriyyəçiliklə məşğul olmaq və ya kiməsə təmənnasız kömək etmək sizə mənəvi doyum verəcək. Gözlənilməz bir yuxu və ya daxili bir hiss sizi çox vacib bir addım atmağa və ya bir səhvdən qaçmağa sövq edə bilər. Sağlamlığınızda ayaq nahiyəsinə və limfa sisteminə diqqət yetirməli, ayaqqabı seçiminə və su balansına önəm verməlisiniz. İş mühitində yaranan intriqalardan uzaq durmaq üçün daxili aləminizə çəkilmək və yalnız işinizə fokuslanmaq ən doğru strategiyadır. Maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün incəsənət və ya dizaynla bağlı gizli istedadlarınızı gəlir mənbəyinə çevirməyi düşünə bilərsiniz. Dostlarınızla olan münasibətlərdə fədakarlıq edərkən öz sərhədlərinizi unutmamağınız sonradan məyus olmamağınız üçün şərtdir. Özünüzü ifadə edərkən incəsənətin hər hansı bir növündən istifadə etmək sözlərlə deyə bilmədiklərinizi çatdırmaq üçün əla vasitədir.
Yaradıcı vizuallaşdırma üsullarından istifadə edərək hədəflərinizi zehninizdə canlandırmaq onların reallaşma prosesini sürətləndirəcək.